Salam, xoş gördük, hörmətli izləyicilər. Saray qəsəbəsindədir bu ev. Düz yolun qırağındadır. Yəni marşrut yolu var ha. Düz elə darvazanın ağzından keçir. Bütün marşrutlar, taksilər, bir nömrəli məktəb, qəsəbə soveti, bələdiyyə, yəni sarayın tam mərkəzindədir. 2 mərtəbəli ev, ancaq hazır ev. Yəni içində mebeli də var, yataq dəsti də var, mətbəx mebeli də var, hamam aksesuarları da var, kombisi də var. Evdəki 2-ci mərtəbədə, 1-ci mərtəbədə boydan boya isti poldur. Yəni radiator olmayacaq evdə, amma kombisi də var. Paket kupçadır, evin də kupçası var, torpağın da kupçası var. Qaz, su, işıq sayğacları var, kanalizasiyası mərkəzi birbaşa xəttə qoşulmuş kanalizasiyadır. Bax, belə bir evdir, şəbəkə pəncərədir, evin üstü daş qabançıqdır, yəni daşla bəzədilmiş mozaika daşlar olur, onlardandır. Evimizin sol tərəfində məsafə görsənir, arxa tərəfində də bir o qədər də məsafə var. Sonra bir dənə zəhmət olmasa buranı göstərək, bir dənə oradan zəhmət olmasa çəkin. Bax, kaletka qapıdır, görürsünüz. Kaletka qapıdır, bu da jalüzdür. Yəni birbaşa pultla açılır, daxil olursunuz həyətinizə. Burada da hasarın qırağında güllər əkilir. 129.000 manatadır, bax bu ev. Əşyalıdır, içində demək olar ki, yaşayışa tam hazırdır. Siz bu evi alandan sonra özünüzə aid olan bir-iki əşyaları götürüb gələcəksiniz, bu evdə yaşayacaqsınız. Qiymətindən də narahat olmayın, endirim eləyəcək ev sahibi özü. Mütləq gəlin bu evə baxın. Baxın, indi bax, buradan bax göstərirəm sizə, bax, diqqətlə baxın. Bax, belə bir evdir, ara məsafəsini dedim buradan. Burada da var, arkada da var. Burada qaladovka kimi də düzəldiblər. Bu kombisidir, görürsünüz. Təzə kombidir. Buradan da qapını açıb daxil oluruq evimizin içərisinə. Bax, belə bir evdir, görürsünüz. Bax, deməli, koridor, hamam, tualet, mətbəx, hamısı bax, belə keramikadır. Buradan da pilləkən qalxır 2-ci mərtəbəyə. Burada bunun qonaq otağıdır, yəni zalıdır. Bax, görürsünüz, belə bir zalı var. Qiymətindən narahat olmayın, yaxşı endirim eləyəcək ev sahibi özü. Mütləq gəlin bu evə baxın, qəşəng səlqə səhmanlı evdir, monolit evdir. Burada bir qonaq otağıdır, burada da mətbəxidir. Bax, burada da mətbəxidir, görürsünüz. Yaşayış evidir, yaşayışa tam hazır olan evdir. O evin arxasında deyirdim, ara məsafəsi. Bax, buradan görsənir, hasarla bir xeyli arası var. Qonaq otağı, mətbəx aşağıdadır. Burada pilləkənin altında paltaryan maşını üçün xüsusi yer qoyulub. Bu da sanitar qovşağı, hamam tualetdir, 1-ci mərtəbənin. Görürsünüz, bax, bu da yaşayışa tam hazır qurulub. Pilləkən də betondan tökülür. Bax, belə pilləkənlərlə qalxırıq 2-ci mərtəbəyə. Görək 2-ci mərtəbədə nələri var. Qalxdıq, görürsünüz, yenə də koridor keramikadır, hamam tualet keramikadır. Bax, burada paltar şkafı var belə, bu evin içərisində qalacaq. Burada isti polun korrektordur da aşağıda. Bu 2-ci mərtəbənin hamam tualetidir. Bu da hazır vəziyyətdədir. Sonra buradan krişaya çıxmaq üçün yerdir. Bu 2-ci mərtəbədə olan yataq dəstidir. Yəni yataq otağıdır, içində yataq dəsti bir yerdə. Bunlar hamısı evin içərisində qalacaq. Yəni buradan bunları götürməyəcəklər. Bunlar əşyalıdır, bax, demək olar, görürsünüz. Bu bir yataq otağıdır. Bu bir yataq otağıdır. Bu da bir yataq otağıdır, uşaq yataq otağıdır bura. Burada belə bir ara da var, görürsünüz. Yəni burada şkaf yığdırmaq üçün xüsusi yer saxlanılıb. Bax belə. Bir də izah edirəm, Saray qəsəbəsindədir bu ev. Düz yolun qırağındadır, Yetər Şallıq sarayı var. Oradan düz istifora tərəf gələndə düz yolun qırağındadır. Bu ev qiyməti də 129.000 manatadır. Qiymətində ev sahibi endirim eləyəcək. Paket kupçalı evdir. Mütləq gəlin bu evə baxın. Sağ olun.